Hər vaxtınız xeyir olsun. Sosial şəbəkə vasitəsilə tədbir rəhbəri, hörmətli Vüqar Qurbanova müraciət etmək istəyirəm. İlk öncə qeyd edim ki, 44 günlük müharibədə də indi də hamımız şahidik ki, Bərdə həkimlərinin əziyyəti danılmazdır. Bugün Bərdə böyük rayondur. Qıraq rayonlardan da Ağcabədi, Ağdam, Tərtər rayonundan və sair rayonlardan Bərdə rayon mərkəzi xəstəxanasına üst tuturlar. Bu həkimlər nə əziyyət çəkir görürük. Həkim kabinetlərinin qarşısı insanlarla doludur. Ondan əlavə balaca otaqlarda 2-3 həkim əyləşdiyini görmüşəm və orada xəstə qəbul edirlər. Hansı ki, elə otaqlar var ki, vallahi pəncərəsi də yoxdur. Və birdən elə bir şeylərlə rastlaşmışam ki, orada görmüşəm ki, qeydiyyatçıya ya həkimə o qədər aqressiv cavab verirlər. Hətta mübahisəyə gəlir, çıxır. Hərdən zarafatcan oradakı həkimlərə demişəm ki, vallahi sizə kaska və bronjilet lazımdır ki, burada dayanasınız. Yəni, həqiqətən əziyyətləri böyükdür və onlara buradan öz adımdan təşəkkür edirəm. Sonra Vüqar müəllim, sizə müraciət eləmək istəyirəm. Müraciətim nədən ibarətdir? Bugün yenə bir daha bayaq qeyd elədim, Bərdə böyük rayon. Biz KT, MRT üçün başqa şəhərləri üst tutmalıyıq. Bərdədə yoxdur. Üst tutmalıyıq, bunun yaşlısı var, cavanı var, ağır xəstəsi var. Həmin insanlar ya özəl xəstəxanalara gedib MRT olunmalıdır, ya da ki, Mingəçevir Gəncə şəhərinə. Sizdən dönə-dönə xahiş edirəm. Xahiş edirəm bu müraciətimi bahasız, nəzərə alasınız və Bərdədəki KT ilə, MRT ilə təmin edəsiniz. Çox sağ olun, təşəkkür edirəm.